Xocavənd rayonunun Xanoba kəndinə qayıdan ailələrə mənzillərinin açarları təqdim olunub. Bu mərhələdə Xanoba kəndinə 114 nəfər olmaqla 25 ailənin qayıdışı baş tutub. Doğma ocağına qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib. Sakinlərə ANAM əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlar verilib. Xanoba kəndinə ilk köç idi. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisi işğaldan azad edildikdən sonra orada bərpa və yenidən qurma işlərinə start verilib. Böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin yurtlarına qayıdışı prosesi həyata keçirilir. Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Bildirilib ki, aktiv məşğulluq tədbiri martın 16-sı saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Bərpa Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçiriləcək. Yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunacaq. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.